Bax uşaqlar. Deyirsiniz ki bu sonsuz A, 4'də 1-dən başlayır. Deyirik ki bu sonsuzdan həndəslərdə, düzdürmü? Bax, 2 dəfə azala gedir də, 2-də 1, 2-də 1, 2-də 1, 2-də 1. Bunu buna böləndə 2 dəfə də, düzdürmü? Uşaqlar, bax, mən burada sonsuzdan həndəslərdir. Bunu götürsəm, bəzi şərtlər səhv edir. Buna deyir B1, sonra da bunu buna bölür, məsələn, Q2 ilə 1 götürür və yaxud da bunu götürür və səhv edir. Demək, belə misallarda nə edirlər uşaqlar? Bax, birinci var ya, 4. Bunu görməlik. Elə bir ki, bu yoxdur misalda. Bir dənə baxın, görün bura. 4'də 1, 8'də 1, 16'da 1, 32'də 1. Bu nə hər addır? Sonsuz azdan həndəsdir. Bu 4'ü elə bir cibimizdə hazırda bizi gözləyir. Yoxmuş kimi misala davranaq. Bax uşaqlar. Bu bizim birinci həddimizdir. Bu da bizim ikinci həddimizdir. Düzdürmü? Və bu sonsuzluğa doğru gedir. B. Biz bilirik ki, həndəs hisslərdə Q-yu tapan zaman əlbəttə nə olacaq? B2 bölünsün nə? B1. Yəni B plus 1 bölə B. Onda bu ikinci həddimdir. Bölmə zamanında nə olur? Çevrilir tərsinə vurma. Bölək 4'də 1 qalxdı bura vuruldu. Oldu nə? 2'də 1. Uşaqlar, B1'im var və nəyim var? Q-yum var. Düzdür? Onda S bərabərdir. Sən yaza bilərik sonsuza. Yazmaq olmaz. Çünki niyə? Sonsuz neçənci həddən danışa bilərik. Ona görə olmaz. S bərabərdir. Deməli, bax elə buradan yazaq daha yaxşı görsənsin. B1 bölək 1 çıxaq Q. Onda nə olacaq uşaqlar? B1'imiz var 4'də 1. Birdən çıxacam 2'də 1 nə eləyəcək? 2'də 1. Onda belə orada uşaqlar. 4'də 1 vurar 2. Bu da nə elədi? 2'də 1. Bax, indi hamımızın diqqət eləyəcəyimiz bir dənə önəmli hissə var. O da buradır. Bax, bura var ha. Bura. Buranın hamısı nə oldu? 2'də 1. Buranın hamısı 2'də 1. İndi bu da var idi uşaqlar. 4. 4'ün üstündə 2'də 1 gəndə nə eləyər sistemimizin cavabı? 4 tane, onda 5 və yaxud da 4 tane 2'də 1. Aydındır. Və qətiyyən bunu səhv etməyin.